Dekabrın 13-də Stokholmda Güney Azərbaycanda Milli Hökumətin qurulmasının 70 illiyi münasibəti ilə Güney Azərbaycan Konqresinin təşkilatçılığı ilə 21 Azər həftəsi başlandı. Həftənin ilk proqramı 21 Azər ilə bağlı mərasim oldu. Güney Azərbaycan Konqresi tərəfindən, eləcə də İsveç Azərbaycan Federasiyasının və ABF-in əməkdaşlığı ilə Stokholmda yaşayan soydaşlarımızın iştirakı ilə keçirilən bayram mərasimində əslən Güney və Quzey Azərbaycandan olan soydaşlarımızla yanaşı Türkiyə əsilli İsveçlilər də iştirak etdilər. Güney Azərbaycan Milli Hökumətinin himni və şəhidlərə bir dəqiqəlik sükutla başlanan mərasimi Güney Azərbaycan Konqresinin təmsilçisi Ayda Əmir Haşimi açıq elan etdikdən sonra Konqresin sədri Abdullah Əmir Haşimi Cavanşir iştirakçıları salamlayaraq 21 Azər hərəkatının önəmi haqqında qısa çıxış etdi. Əziz dostlar, xoş gəlmisiniz. Milli Hökumətin 70 illik il dönümü münasibəti ilə əziyyət çəkib bu qarlı, qışlı vaxtda İsti evdən çıxıb bura gəldiyiniz üçün minnətdarıq. Çalışmır elə, değil mi? Bu tədbiri üçün, bu tədbiri və buna təkmilləşdirmək üçün demək olar 6 ay bizim dostlarımız bizlə bərabər əziyyət çəkdilər, zəhmət çəkdilər. Bir həftəlik deməli Milli Hökumətin 70 illiyini qeyd etmək üçün burada parlamentlərə bir neçə dəfə məktub olaraq yazdıq. Xarici İşlər Nazirlikdən kömək istədik, yazdıq, görüşlər istədik. Təəssüflər olsun ki, Azərbaycanlılara münasibət bugün dünyada heç də düzgün bir formasında deyil. Ancaq bizə imkan əldə etdik bu öz səyimiz, dostların səyi nəticəsində həm deputatlardan, sosial demokratlardan, Milli Parti ledamotlarından vaxt alır, həm də Xarici İşlər Nazirliklərindən bu münasibətlər ki, biz 70 il bundan əvvəl bir hökumət qurduq, qəddarcasına bu hökumət yıxıldı və sairə qaçqınlar və insan haqlarına formada pozuldu. Bunları raport etməyə vaxt almışıq. Dostlarımızı da bunun üçün dəvət etmişik. Bizdən 10 nəfərə yaxın 10 nəfər yəni dəvətliyə aldılar. Profesor Səməd bəy Bayramzadə, Profesor Əkrəm bəy Rəhimli, Azərbaycan Demokrat Firqəsinin məsulü Rahim Huşmənd, sonra millət vəkili xanım Bəxşəliyeva, Gövhər xanım Bəxşəliyeva, Azərbaycan Elmlər Akademiyasının Cənubi Azərbaycan bölməsinin məsulü və sonra Borçalı Cəmiyyətinin sədri hörmətli qardaşımız Zəlimxan Məmmədli və Yasəmən xanım və həyat yoldaşı çox maraqlıdırlar bizim bu konferansımızda və bu bir həftəlik tədbirdə iştirak edib və öz sözlərini desinlər. Bilirsiniz, çox çətinlikdir indi bu vəziyyətdə, başqa çətinliklər. O dostlarımız ki, gələ bilmədilər, çox üzücü olaraq öz çata bilmədiklərini sizə çatdırdılar. İndi bizim Sayın Rüfət bəy vasitəsilə öz pəyamlarını, mesajlarını bizə göndəriblər, o sizin nəzərinizə çatdırılacaqdır. Amma hər halda onların da ürəyi bizləndir. Bakıda da onlar Elmlər Akademiyasında 70 illiyi böyük bir konferans keçirdilər. Onların materiallarını Sayın Rüfət bəydən bizə göndəriblər. İndi onların siz şahidi olacaqsınız. Orada albom hazırlayıblar, kitab hazırlayıblar, toplu məqalələr hazırlayıblar və 21 Azər yolu gedən bir kitab hazırlayıblar. Bu zəmində çoxlu işlər görüblər. Hər halda onların yeri boşdur, ancaq onların isti salamlarını sizə çatdırmaq mənə və burada Rüfət bəy, Solmaz xanım və Yadullah bəyin vasitəsindən sizə özümüzə borc bilirik. Güney Azərbaycanın tarixində çox mühüm və əlamətdar bir tarixdir bu bizim 21 Azər hərəkatı. Onun üçün biz bunu ayaq üstə saxlamaq və onun şəhidlərinin getdiyi yolu diri saxlamaq. Buradakı dostlarımız bizlə
birlikdə həm həmkarlıq və o cümlədən Azərbaycan İsveç Federasiyanı Səttar bəy, Rahim bəy Sadıq bəyli, Riza bəy Qaraçay və hər tək-təkiniz, yəni Sevinç xanım, Əhəd bəy Əşkiriz və digər hər tək-təki bizim üçün iş görüblər, ürək veriblər ki, eləyə bilək bu həftəni mass mediada, müxtəlif yerlərdə bunun keçirtməsinə müvəffəq olaq. Buna nail ola bilmişik, qərarları, vədələri almışıq, görüşlər olacaq. O görüşlərin biz səmərəsini, inşallah nəticəsini görəcəyik. Mən burada İstefan Xarici İşlər Nazirliyi ilə görüşəndə mən dedim ki, indi 10 dəfə ya artıq mən sizə məktub yazmışam, telefon zənglər vurmuşam, rica etmişəm ki, vaxt verəsiniz ki, biz Güneydə indi gedən, xüsusən son vaxtlarda Təbrizdə, Urumiyədə, Zəncanda, Ərdəbildə böyük demonstrasiya gedir öz insan haqları üzərində. Onların məsələlərini sizlə mənə dedi ki, İranla böyük münasibətlərdə siz nə qədər bizə məlumat versəz də, istəsəz də biz bir iş görməyəcəyik. Dedim ki, heç olmaz sizin məlumatsızın olar, bir iş görməsəz də biz başa düşürük indi vəziyyət nə yerdədir. İndi elə bir vəziyyətdəyik ki, İranı Avropa dəstəkləyir, dünənki terroristi, yaxud Amerika dəstəkləyir, 50 milyard dolardan artıq pul buraxır ora, Rusiya dəstəkləyir, möhürlü Quran aparır ora. Və yaxud Çin dəstəkləyirkən biz bilirik, biz hamımız bombatom da olsaq burada bir iş görə bilməyəcək. Amma bizim də qeyrət, xalqımızın qeyrəti, həmiyyəti və səmacəti və israrı bunu çalışmaları heç də dayandırmır və biz sizi istəyirik görək deyə. Nəhayət o köməkçisini çağırdı, mənimlə tanış elədi və qərar oldu ki, biz görüşümüzü keçirdək. Raportlar, bu geniş bir raport hazırlamışam. 70 ildə bundan əvvəl və bundan sonra bu necə davam edibdir və bu gün biz hardayıq və nə istəyirik, onlara çatdıraq. Bunlar hamısı sizin dayağınızla, sizin dəstəyinizlə yerinə yetirir. Mən artıq vaxtınızı tutmuram, məruzə yazmışam bu sahədə bir dənə. Onu Aydadan xahiş eləmişəm ki, onu sizin nəzərinizə çatdırsın və mən sizin artıq vaxtınızı tutmayam. Burada əzizlərimizin hər tək-təkinin sözü var tribunda, ondan da sonra sazlı sözümüz olacaq. Solmaz xanımla əsas proqram daha onunkidir, şənlik proqramıdır. Mən sizdən bir daha da ürəkdən təşəkkür edirəm gəldiyiniz üçün və minnətdarlığımı bildirirəm. İsveç Azərbaycan Federasiyasının sədri Səttar Sevgin də Azərbaycan Demokrat Hökumətinin önəmi barədə çıxış edib mərasimə qatılanlara təşəkkürünü bildirdi. Azərbaycan tarixində zirvədə gələn bir gündür. 21 Azər dediyimizdə 12 dekabr miladi tarixi ilə desək, 21 Azər nə deməkdir? 21 Azər bağımsızlıq deməkdir. 21 Azər ana dilimiz, Azərbaycan türkçəsinin rəsmi dil olması deməkdir İranda. 21 Azər bir mənada dövlətçilik deməkdir, dövlətimizin qurulduğu gün deməkdir. O yüzden də biz bu günü ən zirvədə gəlmiş bir gün deyirək. Tarixi bir fürsət idi, həm tarixi bir şansıdır. Əlbəttə, təbii olaraq onun arxasında yurttaşlarımızın iradəsi var idi. O tarixi hadisə Azərbaycanı birləşdirə də bilərdi. O, tamamilə bir dövlətçilik atribütlərini daşıyan bir dövr idi. Nə idi? Deməli, parlament qurulur. Nə idi? Ordu yaranır. İqtisadi reformlar olur. Kültür məsələsində gəlir. Ən başda gələn, bayaq dediyim, Azərbaycan türkçəsi rəsmi dil ilə olunur. Amma bu böyük nailiyyətlər və bir ilin içində əldə edilmiş nailiyyətlər hər zaman barmaqları olan xarici qüvvələrin vəsiləsi ilə deməli, boğulur, qanda boğulur. Hər yerdə İngilisin barmağı var, hər yerdə Rusun barmağı var, hər yerdə indi baxsaq Fransanın, Almanın barmağı var. O zaman da Roosevelt idi, o zaman da Stalin idi, o zaman da Churchill idi bizim taleyimizi təyin edən. Böyrümüzdə Kuzey Azərbaycanımız olsa da, Kuzey Azərbaycan başçıları bizim birləşməmizi istəsə də, gənə də böyük dövlətlərin anlaşmasının qurbanına getdik. Hələ getdik heç, hələ vətən o bir il
müstəqil olan vətənimiz əldən getdi. Müstəqilliyimiz daha doğrusu əldən getdi. Minlərcə insanımız asıldı. Onunla yetmədi. Onunla yetmədi. Var olan partiyamızı da yox elədilər. O zaman Demokrat firqəsini də yox eləmək qərarını aldı. Şah rejiminə bunu söz verdilər. Rıza Şah'a poz verdilər. Şah gəldi, işgal etdi və söz aldı ki, tək bununla yetməz. 43'te də deyir, Azərbaycan Türkçəsi rəsmi olsa bu vətən parçalanacaq və Azərbaycan birləşəcək. O bilirdi, istədiyini də elədi. Necə oldu? Baxın, baş kəndimiz Bakıda bu hərəkatın lideri, pişəvəri öldürüldü. Saxta yolla öldürüldü. Bunun sonucu, bunun nəticəsi, bundan hədəf nə idi? Hədəf bu partiya yer üzündə qalmasın. İran inqilabı oldu. İran inqilabından sonra bir fürsət idi. Çünki orada Türklər ən böyük rolu oynurdu. İranda hər zaman oynayıblar. Amma təəssüflə başqaları o inqilabdan səmərə aparıb. İran inqilabı olanda da çox təəssüflə yenə Rusların əli ilə, Tudə partiyası ilə bizim milli firqə demokrat yoxa çıxdı. Tudə partiyası bölündü. Fədailərdə əksəriyyət qolu böyüdü. Bütün gənc, sədaqətli, vətən uğrunda çalışmaq istəyənlər, Azərbaycan dilini, musiqisini, kültürünü, mədəniyyətini sevənlər, Bakını sevənlər, gecə-gündüz Bakı eşqi ilə yatıb duranlar o partiyaya girməyə məcbur oldular. Azərbaycan milli firqə demokratı deməli aradan getdi və hələ də özünə gələ bilməyib. 5-10 nəfər o tayda sağ olsun bunu saxladılar, amma bir partiya kimin, dünya standartları bir partiya kimin olmadı. O partiya bugün bizim Tehranda sözümüzü deyə bilərdi. Çox da yaxşı deyə bilərdi. Amma ona görə də partiyanı da aradan götürdü. Mən sözümü qısa kəsib, uzaqdan gələn qonaqlarımız var, onları salamlıram. Sağ olsunlar Bakıdan gəliblər. Bakı bizim hər şeyimizdir. Türkiyə bizim hər şeyimizdir. Dünya nə qədər də fırlansa, Bakımız var, Ankaramız var. Bizim yurdumuzu əlimizdən ala bilməyəcəklər. Ancaq bizi bu günə salmaqda hələ başarılı olublar. 70 il sözü tariximizdə nədənsə taleyimizə yazılmış bir şeydir. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanı bağımsız elir. Ora işgal olur Rusun əli ilə, Bolşevikin əli ilə. 70 ildən sonra Azərbaycan müstəqilli olur. Baxın, indi 70 il bitib, Təbriz 70 il artıq bitdi. İndi sizin sıra bizim Təbrizdədir. Biz xaricdən bir şey deyə bilmərək. Sıra Urmiyədədir, sıra Ərdəbildədir. Sıra bizim Zəncandadır, Qəzvindədir. 70 il yetər. 70 ildə qalxıb, haray-haray Türkəm deyib, bağımsızlığımızı, dilimizin İranda rəsmi olmasını istəmək ümidini eləyirik. Bizlər də bir araya gəlmək, bu bizim borcumuzdur. Həmişə unutmayaq, İsveç yaxşı bilir Cavanşir bəy, Fransa yaxşı bilir Azərbaycanın, özəlliklə Xarici İşlər Nazirliyində oturanlar tarixi bizdən çox yaxşı bilirlər. Ancaq onlar siz demişli, hələ İran uzaqdadır. Millətin gücünə dayanmaq lazımdır. O zaman bizim şikəstimizin biri də öz millətimizin, milli şuurunun tam şəkildə yetişməməsi idi. Yəni millət, Rus bizi tək qoydu, Sovetlər bizi tək qoydu, millət özü də o gücdə deyildi. İndi ümidimiz millətimizədir, hər zaman ümidimiz millətimizə olarıb. Diplomatik əlaqələr yaxşı bir şeydir, amma güc millətdədir. O günün əzmi ilə mən bir daha da uzaqdan gələn, Bakıdan özəlliklə gələn qonaqlarımızı salamlıram və bu günü də təşkil eləməkdə həm Abdullah bəy çox zəhmət çəkiblər, Babək bəy çox zəhmət çəkib, bizim Rıza bəy çox zəhmət çəkib, təşəkkür edirik. Bugün bizim tariximizdə ən başda gələn günlərdəndir və bunu da
qoruyub hər zaman saxlamalıyıq. Sonra isə Çox söz sağ olun. Ümid Mən də Partiyası bir və daha Borçalı öz İctimai növbəmdə, Cəmiyyətinin sədr müavini Rüfət istər Muradlıya verildi. Kuzey Rüfət Muradlı Azərbaycanlılar tədbirdə adından, Ümid istər Partiyasını və Mənsub Borçalı Partiya Cəmiyyətinin adından, mərasimə istərsə də ünvanladıqları İctimai müraciətləri Cəmiyyətimiz, oxuduqdan, Borçalı belə Cəmiyyət adından Azərbaycan bir Demokrat daha Hökumətinin xüsusilə bu tariximizdəki mərasimdə yer haqqında iştirak çıxış edən etdikdən əziz sonra soydaşlarıma Azərbaycan Milli Elmlər 21 Akademiyasının Azər Şərqşünaslıq bayramı İnstitutunun münasibətilə bu Cənubi gerçəkdən böyük bir Azərbaycan bayramdır. şöbəsinin mərasimə göndərdiyi mesaj və Azərbaycanda mən 2005-ci hədiyyələri ildə bu təşkilatçılara bayramı təqdim dostlarla bir etdi. evdə keçirmişdik. Onun video materialları da qalır. Nə mutlu bizə ki, nə xoşbəxtlik ki, bugün yenə də Güneyli soydaşlarımızla bir yerdə 10 il tarix dəyişsə də, bugün biz Stockholmda, yəni burada olanlar da çox insan var ki, həmin dönəmin mübarizəsini davam etdiriblər və həmin mübarizəni davam etdirərək mühacirət həyatı yaşayıblar. Başda Cavanşir bəy olmaqla, Babək bəy olmaqla, Rıza bəy olmaqla, yəni hər biriniz o mübarizənin davamçılarısınız. Hər birinizə təşəkkür edirəm, hər birinizə Güney Azərbaycan adını, Azərbaycan adını, Türk adını yaşatdığınız üçün bir daha sizə təşəkkür edirəm. İnşallah neçə belə bayramlarda bir daha sizi görmək ümidi ilə. Təşəkkür edirəm, var olun. Azərbaycan Milli Hökumət haqqında araşdırmaçı Yadulla Kənaninin 21 Azər Hərəkatı haqqında məruzəsi də iştirakçılar tərəfindən diqqətlə qarşılandı. Xalqlarının azadlıq mübarizəsi tarixinin simvolu və davamı idi. O İranda başlanan, lakin öz ana dilindən məhrum olan ərəb, kürd, bəluç, türkmən və başqa xalqların milli azadlıq hüquqları sahəsində haqlı istəklərin inikas rəmzi, həm də obyektiv və subyektiv amillərin vəhdətinin nəticəsidir. Və bu üzdən də 21 Azər hərəkatının qələbəsi şah rejimini və onu himayə edən xarici dövlətlərin narahatlığına səbəb olmuşdur. Hətta onlar 21 Azər hərəkatının müstəmləkə halında olan Hindistana və ərəb məmləkətlərinə təsir edəcəyindən qorxuya düşmüşdülər. Buna görə də qabaqcadan hazırlanmış plana əsasən şah qoşunlarının vəhşi hücumu nəticəsində 21 Azər hərəkatı məğlub edildikdə 25 bindən artıq nəhsət iştirakçıları vəhşicəsinə həlak oldular. Bu gün də müasir dövrümüzün xüsusiyyətlərini nəzərə almaqla bu şəhidlərin tarixdə həmişəlik qalan xatirələri və tarixi təcrübələri hərəkatımızın mübarizə istiqamətinin ülgüsüdür. 21 Azər hərəkatı indi də öz mənəvi və emosional gücünü saxlamaqla Azərbaycanda azadlıq və demokratiya uğrunda mübarizə aparanları ruhlandırır. Bu gün də gənclərimiz 21 Azər hərəkatının tarixi əhəmiyyətindən ilham alaraq 21 Azər deyə mübarizələrini davam etdirirlər. 21 Azər hərəkatı öz dərin və zəngin məzmun və xarakterinə görə milli hərəkat formasında büruz etmişdir. Bu milli hərəkatın xüsusiyyətləri onunla izah olunur ki, 21 Azər hərəkatı öz siyasi və sosial xarakterinə görə həm demokratik və həm də millidir. Lakin burada başlıca cəhət demokratiya olmuşdur. Çünki demokratiya daha da ümumi, millilik isə konkret məfhum olduğu üçün milli məsələnin əsasını təşkil edir. Amma demokratiya bütün hüquqi, siyasi və ictimai məsələləri ehtiva edirsə, bir sözlə insan hüquqlarını ifadə edirsə, milli məsələ konkret şəkildə bu və ya digər millətin varlığını və milli məsələ üzrə qanuni haqlarını əks etdirir. Lakin 21 Azər hərəkatında həm demokratiya və həm milli məsələ vəhdət təşkil edirdi. 21 Azər hərəkatı nəticəsində yaranmış milli hökumət həmin məsələyə bu baxımdan yanaşmışdır. Çünki bu o dövrdəki İranın daxili şəraitindən irəli gələn sosial hadisə idi. Elə buna görə də Azərbaycan Milli Hökuməti öz fəaliyyətində bir tərəfdən Azərbaycanda yaşayan bütün vətəndaşların insani hüquqlarını təmin edir, amma digər tərəfdən Azərbaycan millətinin varlığını təzmin edən milli muxtariyyət hüququnu həyata keçirir. 21 Azər hərəkatının tarixi təcrübəsinə əsasən
azadlıq və demokratiya uğrunda mübarizədə ən mühüm məsələ konkret mübarizə yolların və metodların seçilməsi məsələsidir. Düzgün istiqamət və metodların seçilməsində müxtəlif variantların araşdırılması və əsas həlqənin ayırd edilməsi bir sıra amillərlə bağlıdır. Bu amillərdən başlıcası birinci növbədə xalqın mövcud tələblərinin dərk edilməsi, daxili və xarici şəraitin nəzərə alınması vacib və zəruridir. Hadisələrin düzgün dərk edilməsinin dəqiq yolu bütövlükdə xalqın istək və arzularının üstəgəl həm daxili və həm də xarici şəraitin həmahəng olmasıdır. 21 Azər hərəkatının başlıca hədəfi Azərbaycanda milli muxtariyyət hüququ əldə etmək idi və bu haqda dəfələrlə mərkəzi dövlətə müraciət edilsə də, lakin heç bir nəticə əldə olunmadığı üçün Azərbaycan xalqı öz qanuni haqqını əldə etmək məqsədi ilə silahlı üsyanla istəyinə nail olmuşdur. Əlbəttə, 21 Azər hərəkatında silahlı üsyan məqsəd deyildi. Məqsəd Azərbaycan millətinin varlığını özünə qaytarmaq idi, amma buna məcbur oldu. Çünki mərkəzi hökumətin xalqımıza qarşı etinasızlığı və Azərbaycanda milli hərəkatı vəhşicəsinə yatırmağa çalışması silahlı üsyana səbəb olmuşdu. Həm də o zamanki daxili və xarici şəraitin mövcudluğu silahlı üsyana başlıca amil idi. Qeyd etmək lazımdır ki, Azərbaycan tarixində xalqımızın tarixi iftixarı ilə bağlı olan əlamətdar hadisələr olmuşdur və bu hadisələrin həyati və bəşəri dəyərləri daha da zənginləşmiş və gələcəkdə mücadilə aparan nəsillərin mübarizə yollarını işıqlandıran dərslər vermişdir. Bu tarixi dərslər müasirlik ruhu ilə uzlaşır və ictimai həyatın obyektiv gedişatını dərk etməklə və günün tələblərinə cavab verən lazımi nəticələr çıxartmaqla başlıca meyardan birinə çevrilmişdir. Həmin meyarlardan biri də Azərbaycan xalqının qan bahasına əldə edilmiş və 21 Azər hərəkatından irəli gələn dərslər mühüm və tarixi əhəmiyyətə malikdir. Bu dərslər özünə məxsus formada bir tərəfdən beynəlxalq miqyasda müasir tələblərə və zamanəmizin siyasi xəttinə tam uyğun gələn bu kimi ideyaların qoyuluşunu, digər tərəfdən həmin ideyaların gerçəkləşməsində mübarizə formalarını əks etdirir. Deməli, o dərslərdən burada sayılaşdıracaq, mən yenə də oxuram hüzurunuza. Deməli, hazırki dövrün Azərbaycan xalqının gündəlikdə duran başlıca ideallarından aşağıdakı göstərmək olar. 1. Millətimizin dili olan Azərbaycan dili milli, mənəvi və mədəni varlığımızın təzahürüdür. Yəni, onun başlıca dildə əvəz olması, başqa dildə əvəz olması, yaxud başqa dilin təsirinə düşməsi mənəvi və mədəni irsidən məhrum olmaq deməkdir. 2. Maddi və mənəvi abidələrimizin milli varlığımızdan ayrılması, millətimizin məhv və aradan getməsi deməkdir. 3. Millətimizin yaşamasının birinci şərti öz müqəddəratına sahib olmaqdır. Əks təqdirdə millətin yox olması deməkdir. Milli vəhdət olmadan millətimizin davamiyyəti mümkün deyildir. Bu da mübarizəsiz mümkün deyildir. Mübarizə hərəkət verici qüvvədir. Millətimizin varlığı onun milli hüquqların əldə edilməsi və qorunması ilə bağlıdır. Milli varlığımıza yiyələnmək millətimizin sosial qrup və təbəqələrinin ictimai baxışından və sosial mövqeyindən asılı olmayaraq bütün mütərəqqi qüvvələrin həmrəyliyi və birliyi zəruri şərtlərdən sayılır. Azərbaycan vətəndaşlarının rifahı və təhlükəsizliyinin zamini olan hüquqi idari sistem
yəni bir dövlət sisteminin yaradılmasıyla mümkündür. Bütün bunlar mübarizəsiz mümkün değildir. Bu mübarizənin düzgün istiqamət almasının birinci şərti maraq və mənafeylərə uyğun gələn müxtəlif siyasi qruplar və hizblərin həm daxildə və həm xaricdə olan siyasi qrupların bir-biri ilə yaxınlaşması, dialoq vasitəsilə ümumi bərnamənin hazırlanması deməkdir. Hazırlanması olmalıdır. Bu bərnamənin ya platformun icrasında bircə mübarizə milli tələblərin və milli varlığın qorunmasının məhvərini təşkil edir. 21 Azər hərəkatına rəhbərlik edən Azərbaycan Demokrat Firqəsi öz 70 illik tarixini addımlayaraq müasirimiz olub. Belə ki, Azərbaycan Demokrat Firqəsi öz məramnaməsi əsasına hər bir dövrün şəraitini, ruhunu, nəbzini araşdırmaqla çağdaş dövrə cavab verən müasir dövrün tələblərinə uyğun siyasi xəttini, fəaliyyət istiqamətini və məramını əks etdirən platformlar, müraciətnamələr, eylamiyyələr və istiqamət verici məqalələr irəli sürərək mübarizəsini davam etdirir. 21 Azər hərəkatının təcrübəsi göstərir ki, zaman keçdikcə azadlıq hərəkatında mövcud meyarlar dəyişərək yeni meyarlar və dəyərlərlə əmələ gəlir. Bu baxımdan hazırki şəraitdə baş verən inteqrasiya, qloballaşma prosesində dünya siyasətinin məhvəri insan haqlarının qoyuluşunun və demokratiyanın təməlini təşkil edir. Dünya xalqları arasında münasibətlərin yeni tərzidə qurulması, sosial sahədə ümumi cəhətin dərinləşməsi və insan hüquqlarının qorunmasında dünya dövlətlərinin güclü şəkildə təsirinin artması və ünsiyyətlərin dünyəviləşməsi onu göstərir ki, heç bir məmləkət və onun rəsmiliyi olan dövlətlər həmin münasibətlərdən kənara çıxmağı mümkün deyildir. Çünki hazırki zamanda hansı məmləkət olursa olsun, dünya dövlətləri oradakı insanların demokratik hərəkatının himayəçisi kimi çıxış edirlər. Ona görə də hazırki zamanda azadlıq uğrunda mübarizənin qələbəsində başlıca cəhət 21-ci əsrin kontekstində demokratik dəyərlərə yiyələnmək günün vacib və ən zəruri məsələsi və mübarizənin istiqamət vericisi prosesidir. Bu isə çağdaş dövrdə demokratik hədəfə çatmağın yolunu işıqlandıra bilər. Bu kontekstin ruhi demokratiya, nəbzi insan hüquqlarının müdafiəsi və qorunması, dünya xalqlarının inteqrasiyası, qloballaşma prosesinin vüsətləşməsini təşkil edir. Müasir dövrün şəraiti onu göstərir ki, sosial hadisələrin məzmunu köhnə formalarla deyil, mövcud reallıqla araşdırmaq gərəkdir. Belə ki, zamanəmizdə insan hüquqlarının pozulması daha bu və ya digər məmləkətin daxili işi hesab etmək olmaz. Çünki hazırki beynəlxalq şəraitə əsasən insan hüquqlarının pozulmasına bütün sivilizasiya, dövlət və beynəlxalq ictimai siyasi qurumların həmin insanları müdafiə etmək haqqı vardır. Əlbəttə, bu müdafiə məfhumu ənənəvi hesab etdiyimiz müdaxilə deyildir. Demokratiya yardım etmək deməkdir. Bu, onunla izah olunur ki, zamanəmizdə insan hüquqlarının riayət olunması qlobal xarakterli bir məsələdir. O, bəşəriyyətin ümumi işidir. Buna görə də zamanəmizin başlıca strateji xətti demokratiya təşkil edir. Bu baxımdan 21 Azər hərəkatının təcrübəsi hazırki dövrünə uyğun İranda demokratik federal cümhuriyyət uğrunda mübarizənin gərəkliyini əsaslandırmağı zəruri edir. Çünki demokratiyanın bu bərqərar olunmasında bu ideya başlıca hədəfdir. Burada cümhuriyyətin yaranması isə hədəfə nail olmaq vasitəsidir. Federasiya isə idarəçilikdə xalqların mənafeyinin təmsilçisidir. Bu sistem özünü idarə prinsipinə əsaslanır.
özünü idarə prinsipi o deməkdir ki, konkret ərazi birliyində yaşayan millətlər, xalqlar öz daxili işlərini məhəllidə və öz məntəqələrində müvafiq mədəni, ənənəvi qaydalara əsasən idarə edirlər. Burada qərarların qəbul edilməsi, icra olunması vəhdət təşkil edir. Qanun qarşısında bütün vətəndaşların bərabərliyi və onların milli hüquqlarının təminatını təmin etmiş olur. Əziz dostlar, yuxarıdakı çıxışlarımızı nəzərə alaraq hamıza bir daha hamımızı 21 Azərin 70 illiyi ilə təbrik edir və hamıza can sağlığı, uzun ömür arzulayır. Son olaraq Cavanşir bəy, bu kitabı mən demək Pişəvərinin 2 dənə romanı olub. Biri Nadirə adındadır kitabın, biri də Məhimbanudur. Maraqlısı budur ki, obraz hər ikisində obraz Pişəvəri qadın obrazını götürüb və çox maraqlı demək nə deyirlər, romandır. Bunu əlbəttə fars dilindən mən 2004-cü ildə İranda çap olub və Pişəvərinin öz qohumları, yəni xanımı tərəfindən, xanımının qardaşı oğlu Müsəvvər Rəhmaninin tərəri ilə bu yazı, əl yazması üzə çıxıb və İranda çap olub. Mən də oradan götürüb bunu tərcümə eləmişəm öz ana dilimizə və ona görə bunu da Milli Konqresin rəhbəri Cavanşir bəyə təqdim edirəm ki, bu da məndən yadigar olsun. Çox sağ olun. İsveç Azərbaycan Federasiyasının təmsilçisi Səadət Kəriminin konfransa təqdim olunan virtual məruzəsində milli hökumətin yaranması zamanı mövcud beynəlxalq şərtlər və siyasi durum daha çox əks etdirildi. Səhifəsi onurumuz, keçmişimiz və gələcəyimizdir. Tariximizin maraqlı dönəmi olan 21 Azər hərəkatı həm də milli taleyimizin önəmli dönəmidir. 21 Azər onun baş verməsi, gedişatı və onun dərsləri öyrənilib və öyrənilməkdədir. 21 Azər hərəkatından nə qədər zaman baxımından uzaqlaşsaq, o qədər onun xalqın taleyində böyük rol oynadığını görmüş oluruq. O qədər dərk etməyə başlayırıq. Onun əhəmiyyətini qabarıq görməyə başlayırıq. Özəlliklə Sovetlərin çökməsi, dağılmasından sonra bu hərəkata münasibətdə bir aydınlıq əmələ gəlməyə başlamışdır. Çünki Sovet rejimi dönəmində kommunistlər bu hərəkatı öz nöqteyi nəzərindən şərh edirdilər, qiymətləndirirdilər, İrançılar öz perspektivlərindən və s. Nəhayət tanınmış musiqi xadimi, aşıq müğənni Solmaz Kosayevanın sazlı sözlü çıxışı ilə mərasimə gerçək bir bayram əhval-ruhiyyəsi qatılıb.
Mərasimdə tanınmış ictimai-siyasi simalar və qələm adamları da çıxış etdilər. Yazıçı Elucu Atalı'nın 21 Azər hərəkatı və Güney Azərbaycandakı mövcud durum haqqında çıxışı mərasim iştirakçılarının marağı ilə qarşılandı. 21 Azər adını ilk dəfə mən nənəmdən eşitmişəm, hələ çox balacaydı. Nənəm bir dəfə dedi ki, 1939-cu ildə müharibəyə gedib qayıtmayan əmim Təbrizə gedib. Onda çox mənim üçün maraqlı idi. Niyə görə? Çünki biz Güney adı və Quzeydən başqa bir yerdə Azərbaycanlıların yaşadığını bilmirdik. Belə bir məlumatımız yox idi. Elə bil ki, onda hardasa mənim üçün bir sir kimi idi ki, Azərbaycanlılar İrana gedib. Və sonradan tələbə olanda 1989-cu il dekabrın 12-sində Bakı Dövlət Universitetinin böyük zalında yazılmışdı ki, qapısına yazılmışdı ki, bəs 21 Azər konfransı var. Və bu bizə öyrənci ikən bizə çox maraq verdi ki, nə olan bir şeydir bu. Getdik və gördük ki, Güney Azərbaycan Milli Hökumətinin qurucuları həmin zaldadır. Onlar kim idi? Azərbaycan tarixini yazmış, Azərbaycan coğrafiya tarixini yazmış Qasımgül idi. Və Çeşmə Azəri, həkim, Zöhrab Tahir, şair, İsmail Şəms və digərləri, Mirzə İbrahimov var idi və onlar 21 Azərin qurulmasından və sonra əsas yadımda qalan odur ki, bir ildən sonra, yenə dekabr ayında hökumət devrilərkən Astaradan necə zülmlə keçdiklərini və minlərlə insanın orada qarda, qışda tələf olmasını xatırlarla danışdılar, ağladılar və bu mənim beynimdə çox əzablı bir nöqtə kimi qaldı. Çünki biz meydan hadisələrinin içindəydik o zaman və Quzey Azərbaycanın Rusiyadan 70 ildən sonra Səttar bəy dediyi kimi ayrılmasının, müstəqil Azərbaycanın yaranmasını istəyirdik. Və digər bir Azərbaycan dövlətinin orada məhv edilməsinin qurucuları və şahidləri xatirələrini danışırdılar. Çox qəribə bir gün idi həmin gün. Və sonradan bu iştirakçılarla bizim yaxınlığımız oldu. Bizim dostumuz da burada oturub 21 Azər otağına getdik, gəldik və mən kədərli notlarla başladım. Bir arzumu da əvvəlcədən deyim. Həmişə Elmlər Akademiyasının Güney Azərbaycan tarixini araşdırma bölməsinə gedəndə inanın ki, özümü çox kədərli hiss edirəm. Niyə görə? Çox balaca bir otaqdır. Orada olanlar yəqin ki, var da. 2-3 metrəlik balaca bir otaqdır. 5-10 nəfər elmi əməkdaş orada, tarixçi, araşdırmacı, gənc, qoca oturub bir-birinin içinə dəyə-dəyə Güney Azərbaycan tarixini araşdırırlar. Çox böyük arzumdur ki, bu mənim çox böyük istəyimdir. Dəfələrlə demişəm və yenə də buradan da təkrar edirəm. Bəlkə bu 70 illik münasibəti ilə onların otaqlarını genişləndirsinlər. Tədqiqatçılar dəvət olunsun. Güney Azərbaycanla bağlı o qədər öyrənilməmiş hadisələr var ki, mən də onların bir neçəsinə 2-3 dənə təklif şəklində deyəcəm, qeyd edəcəm. Çoxdur, amma otağın darlığı da göstərir ki, Quzey Azərbaycanda Güney Azərbaycan məsələsi lazımı qədər öyrənilmir, lazımı qədər diqqət mərkəzində deyil. Bütün çıxışlara qoşuluram, ona görə yəni orada deyilən məsələlərin üstündən keçəcəm. 21 Azər doğrudan da bizim üçün bayramdır. Amma ikinci kədərimiz odur ki, bizim dövlətimiz süquta yetib. İkinci bir kədərimiz odur ki, 70 il keçsə də hələ bu dövlət bərpa olunmayıb. Şəvəri zamanında Güney Azərbaycanda 9 partiya təşkilat fəaliyyət göstərirdi. Şəvərinin böyüklüyü ondadır ki, bunları bir xətt altında birləşdirə bildi və milli hökumət yaratdı. Bugün dünyanın hər yerində Güney Azərbaycan adı ilə bağlı cəmiyyətlər, təşkilatlar var. Amma çox təəssüf ki, biz bir xətt altında birləşə bilməmişik. Əgər milli hökumətimizin yenidən bərpasından danışırıqsa, sözsüz ki, bunların bir xətt altında birləşməsi vacibdir. Və yeri gəlmişkən, mən buradan təkliflərimi də deyəcəm. Başqa bir məsələ nədir? Başqa bir məsələ
2 gün əvvəl mən Türkiyə radiosunda 2 saat canlı çıxış etdim. Güney Azərbaycan məsələsi ilə bağlı, yəni milli hökumətin yaradılması və süqutu məsələsi. Orada türklər mənə belə bir sual verdilər. Əgər Güney Azərbaycan milli hökuməti yaranardısa, bugünkü Azərbaycanı necə təsəvvür edərdiniz? Birinci, bütöv, vahid, yetkin, basılmaz bir vətən təsəvvür edirəm. İkinci, Qarabağ problemi olmayan bir vətən. Niyə görə? Qarabağ problemimiz nə zaman başlandı? İki Azərbaycanın bölünməsi ilə 1813-cü ildə Gülüstan sülh müqaviləsi ilə İranda olan ermənilər Qarabağa köçürülməyə başlandı kütləvi şəkildə. İkinci, 1828-ci ildə Türkmənçay sülh müqaviləsi ilə buna son qoyuldu. Yəni, kütləvi şəkildə axınlar daha da çox oldu. Yəni, təkcə Qarabağa yox və Azərbaycanın digər yerlərinə. Çünki Xəzərin işğalı, Bakının işğalı məsələsi var idi. Ermənilərdən də bundan yaxşıca istifadə etdilər. Bu söhbətin tam mövzusu olmadığı üçün buna toxunmuram. Yəni, demək istəyirəm ki, Qarabağ problemimiz olmayacaqdır. Və öz ana dilimizdə məktəbimiz, mətbuatımız olacaqdı və ən əsası odur ki, Güney Azərbaycan gəncləri zindanda bugün çürüməyəcəkdir. Və qürurumuz olacaqdı. Ona görə ki, Fars işğalında yaşamayacaqdıq. Bax, bütün bunlar var əsasən və Güney Azərbaycanda milli hakimiyyətin bərpası bizə nə verəcək? Bərpası, Asif Ata deyir ki, erməni gücdən qorxandır, erməniyə o taylı bu taylı 50 milyonluq Azərbaycanlı təpiyi lazımdır. Bax, bu problemimizin həlli olacaq. O taylı bu taylı Azərbaycanın müstəqil olmasıyla. Və son olaraq mən nə istəyirəm? İstəyim odur ki, beynəlxalq hüquqşünaslar ciddi şəkildə Gülüstan və Türkmənçay müqavilələrinə diqqət yetirsinlər. Bu tarixi müqavilələr əslində çoxdan tarixin arxivinə gedib çürüyüb. Yəni, bunu sübut etsinlər ki, burada torpaqlar satılmayıb, müqavilə əsasında bölünüb. Yəni, Azərbaycanlı olmayan tərəflər arasında Fars və Ruslar tərəfindən. İndi mən hüquqşünas deyiləm, ya da beynəlxalq hüquqşünas deyiləm, ona görə bu məsələlərə tam nəzər verə bilmərəm. Amma hüquqşünaslar bu məsələni tam aydınlaşdırmalıdırlar. İndi burada partiyanın hüquqşünası da iştirak edir. Biz çalışmalıyıq ki, siz bu məsələləri öz üzərinizə götürəsiniz, hüquqşünaslar qarşısında bu məsələni qaldırasınız. Və Güney Azərbaycanın vahid mətbuat mərkəzi və yaxud analitik mətbuat mərkəzi yaranmalıdır. Bu çox vacib bir məsələdir. Və üçüncü bir məsələ, Seyid Cəfər Pişəvəri dövründə Kürdlərə yardım olunub. İndiki Soyuqbulaq ərazisində Kürd dövləti qurulub. O Türk torpağının üzərində qurulub. Və bu zaman milli hökumət heç bir torpaq müqaviləsi olmayıb, torpaq Kürdlərə verilməyib. Sadəcə orada demokratik bir baxış olub, bizim hakimiyyət orada demokratik olub və demokratik olaraq bizim torpaqların üzərində hakimiyyət qurulmasına izin verilib. Amma bugün Kürdlər iddia edir ki, orada bizim tarixi torpağımız olub və bu tarixi hökumətimiz olub və bu yerlər bizim torpaqlarımızdır. Mən istərdim ki, tarixçilər elmi baxımdan bu məsələyə aydınlıq gətirsinlər. Əslində danışılası söz çoxdur, lakin mən istəmirəm söhbəti uzadım. Həm burada çıxışçılar var, həm də ki, başqa yerdə də auditoriyamız var söz deməyə. Sadəcə sonda balaca bir-iki cümlə ilə söhbətimi bitirəcəm. Asif Atanın tariximizin Cənubi Azərbaycan dərsi kiçik bir izharı var, onu oxuyacağım. 21 Azər, dekabr günü münasibəti ilə. Birinci, Azərbaycan birdir. Əgər o ikidirsə, deməli o yoxdur əslində. İkinci, böyük,
sivilizasiyalı dövlətlərin maraqları dairəsində milli müstəqillik boğulur, dağılır, böyümür, yüksəlmir. Nəhəngləri maraqlandırmaq siyasəti yürüşündə bu tarixi dərs unudulur. Sözsüz ki, burada olan söhbətlər əsasən bunun üzərində oldu. Bizim milli hakimiyyətimiz xarici güclərə bel bağlamadı və onun dağılması da xarici güclərin əli ilə oldu. Bilirsiniz ki, Ruslar gedəndə bütün silahlarını götürdülər. Hətta hərbi okulda olan bir sınıq tankları var imiş, onu da götürüb aparıblar. Yəni bizim milli hakimiyyət inam əsasında qurulub və öz ayağı üzərində durub. Əslində qürurumuz da buna görədir ki, xaricdən dəstək almadan qurulub, amma təəssüf ki, xaricin barmağı ilə məhv edilib. Üçüncü, özgəyə bel bağlayıb özümləşmək meyli faciəvi yanlışlıqdır. Demokratların seçseriyə bel bağlamaları kimi özümləşmək üçün özünə bel bağlamalısan. 1995-ci ilin dekabr ayında deyilmiş fikirdir. Belə. Məndən bu qədər. Çox sağ olun diqqətinizə görə. Tanınmış rejissor Rahim Sadıqbəyli də öz çıxışında Seyid Cəfər Pişəvəri və silahdaşlarının mübarizəsinin sonucu olan milli hökumətin Azərbaycan dövlətçiliyi üçün önəmindən danışdı. 50 illikdir. Bəlkə bu barədə bir sujet verək. Verək, yəni rəhbərlik deyir, verək də bizdə. O vaxt da Azərbaycan televiziyasında nəinki Cavanşir bəy məndən yaxşı bilir, nəinki Güney Azərbaycan heç onun haqqında danışmağa da qoymur da. 95-ci il idi. Azərbaycan təzə idi, təzə bir dövlət kimi dövlət idi. Baxmayaraq ki, artıq Heydər Əliyev gəlmişdi hakimiyyətə və Heydər Əliyev stabil saxlamaq istəyirdi. Azərbaycan dövlət televiziyasında elə bir, yəni səhər musiqili informasiya proqramının da tamaşaçısı 2 milyondan çox idi. 2 milyon, hər gün 2 milyondan çox adam baxırdı, ən azı. Belə bir sujet dedilər mənə, biz də getdik, mən arxivi axtardım. O vaxtı Arazın o tayında filmini, Həsən sağ olsun, Həsən ASTV-də işləyən, Həsən bəy Arazın o tayında filmini çıxartdı, gətirdi və oradan biz montaj elədik və filmi, deməli, sujeti verdi, İlhamiyə də danışdı. Həmid də hazırlamışdı onu, Həmid Erisçi hazırlamışdı. İlhamiyə çox gözəl danışdı. Proqram qutarar, qutarmaz bizim hamımızı, yəni rejissoru, baş rejissoru və İlham aparıcını sədrin otağına çağırdılar. Mərasim axşam saatlarına dək musiqi proqramı və çıxışlarla davam etdi. Azərbaycan Milli Hökumətinin təşkili barədə qərar çıxartdı. Milli Məclis özünün nizamnaməsinə uyğun olaraq hökuməti təşkil etmək üçün deputatların əksəriyyətinin mənsub olduğu partiyanın rəhbərliyinə tapşırıq verdi. Seyid Cəfər Pişəvəri Azərbaycan Milli Hökumətinin tərkibini, yəni Nazirlər Şurasını Milli Məclisə təqdim etdi. Milli Məclis isə aşağıdakı tərkibdə Milli Hökuməti təsdiq etdi. Azərbaycan Milli Hökumətinin baş naziri Seyid Cəfər Pişəvəri, Daxili İşlər naziri Salamullah Cavid, Xalq Qoşunları naziri Cəfər Kaviyan, Kənd Təsərrüfat naziri Cavid Məhdaş, Maarif naziri Məhəmməd Biriya, Səhiyyə naziri Orəng, Maliyyə naziri Qulamrıza İlhami, Ədliyyə naziri Yusif Əzima, Yol, Poçt, Teleqraf və Telefon naziri Mirzə Rəbi Kəbiri, Ticarət və İqtisad naziri Rıza Rəsuli, İş və Əmək naziri Həsən Cövdət. Milli Məclis Firidun İbrahiminin Azərbaycanın baş prokuroru və Zeynalabdin Qiyaminin isə Azərbaycan Ali Məhkəməsinin sədri təyin edilmələri barədə qərar çıxartdı. Milli Məclisin qəbul və təsdiq etdiyi qanunlar Azərbaycan Demokrat Firqəsinin siyasətinin həyata keçirilməsində əsas vasitə idi. Milli Məclis geniş bir miqyasda Azərbaycan xalq kütlələrini fars milliyyətçiliyi əsarətindən qurtardı. Belə ki, Azərbaycan Milli Məclisi özünün fəaliyyəti dövründə seçki sistemini demokratik prinsiplər əsasında qurdu. Azərbaycan vətəndaşı cinsindən, dinindən, milli və irqi mənsubiyyətindən, təhsil və əmlak vəziyyətindən asılı olmayaraq seçkidə iştirak etmək hüququ qazandılar. Milli Məclis Azərbaycan türkçəsini hökumət və maarif dili səviyyəsinə qaldırdı. Azərbaycan Milli Məclisi xalqa geniş hüquq və azadlıqların verilməsi, ictimai quruluşun demokratikləşdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması, yerli iqtisadiyyatın və milli mədəniyyətin inkişaf etdirilməsi, torpaq islahatının demokratik yollarla həll edilməsi və eləcə də əyalətin müdafiəsini təşkil etmək sahəsində 100-dən artıq qərar və qanunlar qəbul etdi. Azərbaycan Milli Hökuməti həmin qanun və qərarların icrasını xalqa arxalanaraq uğurla həyata keçirtdi.
Milli Hökumət ali icra edici orqan olaraq öz fəaliyyətini xalqın tələbat və ehtiyaclarını təmin etməyə yönəltdi. Milli Hökumət özünün fəaliyyət proqramında mülkiyyət, mədəniyyət, maarif, səhiyyə, ticarət, iqtisadiyyat və hakimiyyət məsələlərinə xüsusi yer verdi və Azərbaycan cəmiyyətini geniş miqyasda demokratik əsaslar üzərində qurmağa başladı. Milli Hökumət Azərbaycanda ictimai asayişi təmin etdi. Belə ki, həmin dövrdə heç kəsin şəxsiyyətinə, namusuna, əmlakına təcavüz edilmədi, heç bir dövlət məmuru qanunsuz adamların evinə girmədi. Azərbaycan xalq qoşunları zəhmətkeşlərin əldə etdiyi nailiyyətləri qorumaq üçün vətəndaşları hərbi xidmətə çağırdı. Vətəni, xalqı və yeni quruluşu şovinist millətçi mərkəzi İran hökumətinin təcavüzündən müdafiə etmək üçün əlindən gələni əsirgəmədi. Milli Hökumət sənaye sahəsində də bir çox tədbirləri həyata keçirdi. Maşın texnologiyasına əsaslanan fabriklərin fəaliyyəti geniş vüsət aldı. Mədənlərdən səmərəli istifadə edilməyə, dəmir, mis və daş kömür çıxarılması yeni üsullarla həyata keçirilməyə başladı. Yeni malların istehsalına kifayət qədər sərmayə qoyuldu. Sənayeni genişləndirməklə işsizlərə iş yeri yaradıldı. Yararsız hala düşmüş dəmir və şose yolları təmir edilərək işlək hala gətirildi və bununla yanaşı yeni yollar da salındı. Əl sənayesi məhsullarının miqdarı artmağa başladı. Xalçaçılıq ön sırada gedirdi. İş günü 8 saat təyin edilməklə işçilərin sığortası həyata keçirildi. 14 yaşından aşağı uşaqların işləməsinə qadağa qoyuldu. İşçilərin əmək haqqı artırıldı. Onlar üçün illik və sağlamlıqla bağlı iş qabiliyyətini itirəcəkləri halda müvəqqəti istirahət məzuniyyəti təyin edildi. İşçilər özlərinin həmkarlar ittifaqını yaratdılar. Hamilə qadınlara müvəqqəti olaraq işdən azad edildikləri müddət üçün əmək haqqı verildi. İlk dəfə olaraq qadınlarla kişilərə bərabər əmək haqqı və hüquq verildi. Eyni iş üçün cinsindən, yaşından asılı olmayaraq eyni əmək haqqı təyin edildi. Azərbaycan qadını siyasi azadlıq əldə etməklə yanaşı iqtisadi asılılıqdan da yaxa qurtardı və cəmiyyətdə öz doğru yerini tutdu. İş şəraiti yaxşılaşdırıldı, qocalara, əlillərə təqaüd verildi. Yetim uşaqlar dövlət hesabına himayə edildilər. Milli Hökumət kənd təsərrüfatının əkinçilik və maldarlıq kimi sahələrinə də xüsusi diqqət yetirdi. Öncə feodal istehsal münasibətlərindən irəli gələn adət-ənənələri ləğv etdi. Radikal torpaq islahatı apardı. 1 milyon yarımdan artıq kəndliyə əkin üçün yararlı olan torpaq sahəsi verdi. Kəndli su haqqı, otlaq haqqı, çöldən yanacaq yığmaq haqqı kimi rüsumlardan azad olundu və onun dövlətə, mülkədara, sələmçiyə olan bütün borcları silindi. Eyni zamanda da kəndli bütün biyar növlərindən azad edildi və onun şəxsiyyətinə toxunan rəsmi və qeyri-rəsmi rüsumlar ləğv edildi. Kənd təsərrüfatı bankı yaradıldı, bağçılıq, tərəvəzçilik, maldarlıq ilə məşğul olanlara faizsiz borc verildi və həmin sahələrin inkişafı məqsədi ilə meyvə ağaclarının çıxarılması və bununla da bağların korlanması, meşəliklərin kəsilib, quru odun əldə etmək və yanacaq kimi istifadə edilməsi qadağan olundu. Beləliklə də kənd təsərrüfatı canlandı. Torpaqsız və az torpaqlı kəndlərə dövlət torpaqlarından əkin sahələri verildi. Azərbaycandan qaçmış ərbab və feodalların torpaqları yoxsul kəndlilər arasında bölüşdürüldü. Kənd təsərrüfatı və sənaye sahələrindəki canlanma və inkişaf şəhər və kənd arasında münasibətləri genişləndirdi. Ticarəti artırdı, əhalinin alıcılıq qabiliyyətini gücləndirdi, xalqın maddi rifahını yaxşılaşdırdı. Milli Hökumətin tədbirləri sayəsində iş və çörək tapmaq üçün doğma yurdunu tərk edən kəndlilər öz ata-baba yurdlarına qayıtmağa başladılar. Ticarət, maliyyə və tikinti sahələrində də Azərbaycan iqtisadiyyatını qaydaya salmaq üçün çoxlu tədbirlər görüldü. Həmin tədbirlər nəticəsində ilk dəfə olaraq Azərbaycanda kəsirsiz hökumət büdcəsi yarandı. Vergi sisteminə yenidən baxıldı, 25-dən artıq bank şöbələri yaradıldı, ədalətsiz vergilər ləğv olundu. Ana dilində Qanun Məclisinin 6 yanvar 1946-cı il tarixli qərarı ilə qəbul edildi. Milli Hökumətin ana dilində məktəblər və ali təhsil ocağı və elmi mərkəz olan Təbriz Universiteti açdı. Universitet nəzdində müxtəlif fakültələr yaradıldı. Qeyd etmək lazımdır ki, Azərbaycanda milli hökumət təşkil olana qədər bir ali məktəb belə yox idi. Milli hökumət Azərbaycan türkçəsini rəsmi hökumət və maarif dili elan etdikdən sonra idarələrdə, məhkəmələrdə, ticarət mərkəzlərində, məktəblərdə, incəsənət ocaqlarında
Danışıq və yazışma bu dildə aparılır, bütün qanun layihələri və rəsmi elanlar bu dildə xalqın diqqətinə təqdim edilirdi. Təhsil pulsuz oldu. Dövlət büdcəsinin böyük bir hissəsi maarif sahəsinin inkişafı üçün ayrıldı. Xalqın çox əsrlik incəsənət və ədəbiyyatının, zəngin mədəniyyətinin, adət və ənənələrinin ana dili bazasında inkişafı üçün geniş imkanlar yarandı. Sağlam məşğuliyyətə, musiqiyə, idmana, teatra üst tutan gənclər bədbinlikdən, mövhumatdan, laqeydlikdən yaxa qurtardılar. Rıza Şah və onun ardından gələnlər şahpərəstliyi, körkörənə itaəti, şəxsiyyətə pərəstişi yaymaqla məşğul idilər. Onlar tərəqqipərvər insanın yetişməsinin qarşısını alırdılar. Milli hökumət dövründə isə yazıçılar və şairlər cəmiyyətləri yarandı. Ana dilində Azərbaycan, Yeni Şərq, Cövdət, Qələbə, Şairlər Məclisi, Urmiyyət, Cavanlar, Vətən, Günəş, Fədai, Demokrat kimi jurnal və qəzetlər nəşr edilməyə başladı. Azərbaycanın danışan dili Təbriz Radio Stansiyası təsis edildi. Bu diyarın milli qəhrəmanları Səttarxanın, Bağırxanın, Şeyx Məhəmməd Xiyabaninin heykəlləri şəhər meydanlarını bəzədi. Şəhərlərdə yeni kino klubları, teatrlar açıldı, filarmoniya yarandı, şəhərlərin abadlığı və təmizlik işləri dillərdə əzbər oldu. Milli hökumət zamanı məhkəmələrə təqdim edilən işlərin vaxtında araşdırılmasında və düzgün qərar qəbul edilməsində ədalət əsas meyar oldu. Vətəndaşların şikayətlərinə qayğı ilə yanaşıldı. Bütün bunlar Ədliyyə Nazirliyinin əməyi və Milli hökumətin səmərəli iş fəaliyyəti ilə təmin və təşkil edilirdi. Qısa bir müddət ərzində Milli hökumət çox böyük işlər gördü. Milli hökumət 64 milyon tümənlik büdcənin 15,6-sını təkcə Azərbaycan maarifi inkişafı üçün ayırdı. Miqyasa gəlməyən bu böyük işləri hətta əcnəbilər belə dana bilmirdilər. Təbrizdəki İngiltərə konsulu öz raportunda belə yazırdı. Burada yaşayan kəndli və işçilər arasında İran hökumətinin fəsad və ləyaqətsizliyinə təbii qəzəb var. Burada olan ədalətsizlik və fəlakət harda olsaydı, orada dərhal inqilab meydana gələrdi və düşünmürəm ki, burada Azərbaycanda baş verən inqilabda Rusların rolu olsun. Əksinə, düşünürəm ki, Azərbaycan hərəkatı xalqın öz iradəsinə əsaslanan hərəkatdır. Sitatın sonu. Amerikalı jurnalist Morris Henderson New York Herald Tribune qəzetində Azərbaycanda demokratların gördükləri işləri alqışladı. Nəcəfqulu Pesyan yazırdı ki, Firqənin bir ildə gördüyü işlər Rıza Şah hökumətinin gördüyü işlərdən daha üstün idi. Amerikalı hakim William Douglas da Qəribə ölkənin mehriban xalqı adlı kitabında ADF-nin gördüyü işləri alqışlayır. Jurnalistlərdən Şahəndə, İsmail Buralı, Cahangir Təvəzzülli, Furuzeş Təbrizdə gördüklərindən, əhalinin milli hökumətdən necə razılıqla və həyəcanla danışdıqlarından yazmışlar. Bu işlər xalq və milli hökumətin birliyindən əmələ gəldi. 45-46-cı illər 21 Azər hərəkatının məğlubiyyətindən günümüzə kimi keçən 70 il ərzində İran mərkəzi hökuməti tərəfindən xalqımızın azadlıq hərəkatına, ərazi bütövlüyünə və milli birliyinə, mədəniyyətinin və ədəbiyyatının inkişafına qarşı şiddətli tədbirlərin görülməsinə baxmayaraq, Azərbaycan Milli Hərəkatı tərəfindən vətəndaşların rifahı və firavan həyatı naminə icra edilmiş demokratik tədbirlərin və quruculuq işlərinin təsiri hər zaman hiss edilib. Şahın ağ inqilabı və həyata keçirdiyi islahat ancaq İranda yox, həm də yaxın və orta şərq ölkələrində nümunə kimi götürülmüşdür. Elə buna görədir ki, milli hökumətin həyata keçirdiyi misli görülməmiş həmin tədbirlər xalqımızın mübarizə tarixində və xatirəsində daima yaşayır. Diqqətinizə görə çox təşəkkür edirik. Hazır mısınız? En güzel tədbirimizin bağlanış forması məncə. Buyurun.
yaşını silə bilmirəm, gözümün yaşını silə bilmirəm, gözümün yaşını silə bilmirəm. Həsrətindən bağrım başı dəlilir, İçim ilmə-ilmə sökülür mənim. Ah çəkərəm, ah çəkərəm, Kərəm kimi yodanlım, halı tək yarpağım tökülər mənim əzizimə. Götürüm aparım hara dərdimi, aman ey. Götürüm aparım hara dərdimi, çəkim əllərimlə daran dərdimi. Eğer söylemezsem yara derdimi, günüm göy eskiye büküler beni.